Salam, Qoldurmaz deyir tədris mərkəzi. Bugün sizlərə ali riyaziyyatdan iki tərtibli sabit əmsallı xətti birciz diferensial tənliklərə aid bir sualın izahını verəcəyəm. Keçək suala. Sualda deyilir ki, y üstündə 2 şitrik sıx 5 y üstündə şitrik üstə 4 y bərabərdir 0 tənliyinin ümumi həllini deyir tapın. İndi bu tənliyi biz həll etmək üçün tutaq ki, K ixtiyari sabit ədədi üçün y bərabərdir. Deməli, K ixtiyari sabitdir. İxtiyari sabit bir ədədi üçün y bərabərdir y üstündə kx bu tənliyin həllidir. İndi bu həlli araşdıraq. İndi bizə y üstündə ştrik var. Yəni birinci tərtib törəmə var. Yazırıq y üstündə xətt bərabərdir y üstündə kx-ın törəməsi. Y üstündə x-in törəməsi bilir ki, y üstündə elə kx-dır. Bir də vurulsun kx-ın nəyə var burada? Törəməsi var. O da bərabərdir x-in törəməsi 1-dir. K vurulsun y üstündə nəyə? Kx-a. İndi eyni zamanda y üstündə 2 şitrik var. İkinci tərtib törəmə var. O da bərabərdir. Birinci tərtib törəməmiz k üstündə y üstündə kx idi. Yəni ki, y üstündə birinci tərtib törəmə onda törəməsidir. Birinci tərtib törəmə k vurulsun y üstündə kx-dır və bunu da biz nəyirik? Törəməsini tapırıq. Burada k sabit olduğu üçün o zaman yazırıq k vurulsun y üstündə kx-ın törəməsi elə y üstündə kx-dır. Bir də vuraq nə var? Kx-ın özünün törəməsi var. Yenə x-in törəməsi 1-dir. O zaman burada k alınır. K-nı k-ya vuranda nə olar? K-nın kvadratı vur y üstündə kx şəklində alırıq. İndi y üstündə y üstündə kx birinci tərtib törəmə və ikinci tərtib törəmələri bu verilən düsturda tənlikdə yerinə yazaq. O zaman ikinci tərtib törəməmiz y üstündə 2 şitrik. Bax, burada yerinə yazsaq k kvadrat y üstündə kx-dır. Yazıram k-nın kvadratı y üstündə kx. Çıxılsın 5 vıraq y üstündə yəni birinci tərtib törəmə k vıraq y üstündə kx tapmışıq. K vurulsun y üstündə kx. Üzərinə gəlsin 4 vuraq. Nə ilə əvəz etmişik? Y bərabərdir y üstündə kx-la. Y üstündə kx-la. O da bərabərdir nəyə? 0-a. İndi hər tərəfdə y üstü kx-lar ortaq olduğuna görə yazıram y üstündə kx. Mötərizə xaricini çıxartdıq. K kvadrat minus 5k plus 4. Bərabərdir nə olar? 0 olar. Bu hasillərin hər ikisi 0-a bərabərdir. Bilirik ki, y üstündə kx k-nın heç bir qiymətində 0-a bərabər olmur. O zaman ikinci vuru k kvadrat çıx 5k üstə gəlsin 4 ifadəsi nə olmalıdır? 0-a bərabər olmalıdır. Yazırıq k kvadrat minus 5k plus 4 bərabərdir 0-a. Buradan k-ları tapsaq, əvvəla diskriminantı yoxlayaq. Diskriminant bərabərdir 25 çıxılsın 4 vuraq 4 neçə edər 16. 25-dən 16 çıxar qalır 9. Əgər bu 0-dan böyükdürsə, o zaman bu tənliyin ümumi həlli, yəni ki, x bərabərdir c1, bu da sabitdir, y üstündə k1x üstə gəlsin c2, y üstündə k2x ümumi şəkli bu formada olar. İndi k kvadrat minus 5k plus 4 ifadəsinin, yəni tənliyin köklərini tapsaq, k1 kökü bərabərdir 5 çıxırsın 9-un kökü 3-dür. Böl 2 1 edər. K2 bərabərdir 5 üstə 3, yazıram 5 üstə 3, böl 2 bərabərdir 8-i 2-yə bölə qalır 4. Burada mütləq diskriminantı araşdırmaq lazımdır. Çünki diskriminant 0-dan böyük 0-a bərabər və 0-dan kiçik halları var. O zaman bu tənlər ümumi şəkilləri dəyişir. Yəni ki, həqiqi və bərabər olanda, bir də kompleks köklər olanda ümumi həllər dəyişir. İndi yx bərabərdir, yazıram yx bərabərdir c1, y üstündə k1x. K1x nə deməkdir? Yəni ki, yazıram y üstündə k1 neçədir? K1 oldu 1, yəni ki, 1x, o da x edir. Üstə gəlsin c2, y üstündə k2. Bəs k2 necə tapmışdıq? 4x. Deməli, bu tənliyin ümumi şəkili yx bərabərdir c1 y üstündə kx üstə gəlsin c2 y üstündə 4x şəklindədir.